Salam dəyərli şagirdlər. Artıq biz bu videomuzda 7-ci sinif yeni dərsliyin izahlarına başlayırıq inşallah. Deməli artıq bundan sonra hər bir səhifənin məsələ misallarının izahını çalışacağam sizlərə təqdim edim. Lakin belə bir şey var ki, biz bu videolara köçürmək məqsədi ilə baxmırıq, bu videoları sui-istifadə etmirik. Biz bura öyrənmək üçün gəlirik. Ona görə də mən verilmiş çalışmalar və məsələlərdə bütün nümunələri izah etməyəcəm. Məsələn, 4 dənə nümunədən 1 dənə, 2 dənə, 10 dənə nümunədən 2 dənə, 3 dənə bu şəkildə, yəni hərəsindən 1 dənə izah etməklə sizə mövzunu izah edəcəm. Yəni aydınlaşdıracağam ki, mövzu nədir. Və sonra siz də çalışmaları özünüz müstəqil şəkildə artıq məşq edə biləcəksiniz. Yəni bura hazır köçürmək üçün istifadə etmirik. Başlayırıq. Bu günləri səhifə 8-də başlayırıq ilkin yoxlama. Ən əsası da deyim ki, onlayn dərslərimizə qeydiyyat davam edir. Qoşulmaq üçün bu nömrənin WhatsApp-dan yazın, ətraflı məlumat alın. 050 776 49 44. Başlayaq dərsimizə. Deməli bizə deyir ki, boş xanalara uyğun ədədləri yazın. Bax fikir verin, biz kəsirləri müqayisə edirik. Kəsirləri, daha doğrusu kəsirləri, bərabər kəsirlər mövzusu keçən 6-cı sinif dərslərində biz keçmişdik. İndi boş xanalara gələn ədədləri müqayisə etmək üçün bu metod, daha doğrusu bərabərliyə uyğunlaşdırmaq üçün bu metoddan istifadə edəcəyik. Bax fikir verin. Kəsirlərdə biz ixtisar eləmişdik və kəsirin əsas xassəsi bu idi ki, kəsirin surət və məxrəcini istənilən bir ədədə vura bilərik və bölə bilərik. İndi kəsirin sürətinə baxaq və kəsirin sürətində 14 var, məxrəcdə isə 21 var. 21-dən 3-ü necə almışam mən? 21-i 7-yə bölməklə. Düzdürmü? 21-i 7-yə böldüm, 3 aldım. Düzdürmü? Deməli, mən kəsirin sürətini də 7-yə bölməliyəm. 14-ü 7-yə bölünə neçə edəcək? Edəcək 3-2. Bax, fikir verin, 3-2. 3-2 kəsirin hər birinin sürət və məxrəci vurun 7-yə. 2-ni 7-yə böləndə 14, 3-ü 7-yə böləndə 21. Fikir verdi. İndi gəlin növbəti ən sağdakı sütuna baxaq. 2-dən 6-nı necə alaram mən? 3-ə vurmaqla. Deməli, məxrəci də 3-ə vuracam. 3-ü 3-ə vuranda neçə edəcək? 9. Gördünüz, boşluğu doldurduq. Bu getdi. İndi məsələn, burada bir dənə D variantına da baxaq. İndi diqqətlə bax, 33-dən 3-ü necə almışıq? 11-ə bölməklə. Düzdürmü? 11-ə bölməklə. Bəs hansı ədədə 11-ə bölsəm 4 alınar? Təbii ki, 44-ə. İndi gəl baxaq. 4-dən 12 necə almışam? 3-ə vurmaqla. Deməli, 3-ü də 3-ə eləməliyəm, vurmalıyam. Burada da olacaq 9. Və salam, bu qədər sadə yolla həll edirik. Digərliklərini özünüz yaza bilərsiniz. Bura baxaq. Verilmiş ədədləri qeyd edilmiş mərtəbələr qədər yuvarlaqlaşdırın. Aha, gəl baxaq. Birinci buna baxıram. 3 tam 1000-də 273. Mərtəbə 10-da 1 mərtəbəsidir, düzdürmü? Bax, mərtəbəyə dəymir. Bunu burada yazıram. Boş yerdə burada yazıram. Yazıram 3, vergül. İndi deməli, mən 2-yə baxmalıyam. Mərtəbə bu 2-də 10-da 1. 2-dən sonra gələn rəqəmə baxıram. 2-dən sonra gələn rəqəm 5 və 5-dən yuxarı olarsa, bu mərtəbədə duran rəqəm dəyişəcək. Bir vahid böyüyəcək. Yox, əgər 5-dən 0 və 5 aralığında olarsa, yəni 5-dən kiçik rəqəmlər olarsa, onda 2 olduğu kimi qalacaq. Baxıram, 2-dən sonra nə gəlib? 7. Düzdürmü? Deməli, 2 bir vahid böyüyəcək olacaq 3,3. Və salam. İndi burada da məsələn hansına baxaq? Bu biraz daha düşün. Buna da baxaq, buna da baxaq. İndi buna bax, 8 tam 1000-də 785 yazıram. 8, aha yazdım. Sonra 7 ilə işim yoxdur. 7 olduğu üçün qalacaq. İndi altına xəttçəklə mərtəbə 8-dir. 8-dən sonra nə gəlib? 5. 5 gələndə nə edirdik? 5 və daha böyük olanlar. Mərtəbə bir vahid böyüyür. 8 bir vahid böyük olacaq nə? 9. İndi deyərsən, müəllim, bu 5-in əvəzində yazın. 5-in əvəzində 0 yazmalısan da, sən də yoxa çıxdı bu. Heç ona görə yazmasan da olar. Başa düşdünüz? Yəni çalışıram ki, ən doğru dildə deyim ki, mövzunu başa düşə biləsiniz deyə. İndi baxaq buna. 0 tam 10.000-də 1999. Düzdürmü? İndi buna baxıram, bax. İndi mən nə edəcəm? Bax, fikir ver, 9 yazılıb burada, düzdür? 9-dan sonra 9 yazılıb. Demək, 9 bir vahidi böyüyür. Sən qayıdıb deyəcəksən ki, ay müəllim, axı mən bu 9-un üstə 1 gəlsəm, axı da elə bir rəqəm tanımıram. Yəni 9 ən böyük rəqəmdir də, nətər bunu artıram? Sən 9-un üstə nə ilə? 1-i gəl. 9-un üstə 1 gələndə neçə eləyəcək? Eləyəcək 10. Yəni eləyəcək 0. Düzdürmü? Yəni bax, bu heç də bura getdi. Bax, biz bu tərəf onsuz da 0-dır. Bununla işim yoxdur. Bax, fikir ver. Bu 9 oldu 0, yəni 10. Onun biri, onu yazıram, 0-ın yazdım, 1-i qaldı. Bu 1-i təzədən bu ikinci 9-un üstə gətirirəm.
Bu 9-un da üstə 0 gələn neçə eləyir? Eləyir 10, düzdürmü? 1 qaldı. Təzədən o 1-i də bu 1-in üstə gələcəm. Neçə eləyəcək? Eləyəcək 2. Bundan əvvəlki 0 tamda olduğu kimi qalacaq. Deməli cavab neçə eləyəcək? 0 da növbət vergüldən sonra nə qədər 0 varsa görməməzlikdən gələ bilərsən. Yaxşı, bu da eləyəcək 0 tam, onda 2. Vəssalam. Cavab bu qədər. İndi isə 3-cü çalışmaya başlayırıq. Deməli 3-cü çalışmada bizə deyir ki, dəyərli yoldaşlar, bax, boş xanaya uyğun rəqəmi müəyyən edin. Bax, fikir verin, 5-də 18 yazılıb, bir də 3 tam neçəsi olmalıdır. Gəl biz bunu necə edək? Biz bunu çubuqlu bölmə şəklində də bölə bilərik və yaxud da ki, düzgün olmayan kəsri qarşı qayda çevirmək kimi də fikirləşə bilərik. Hə, indi bunun müxtəlif yollarla həll edə bilərik. Mən bəzi yolları göstərəcəm sizə. Bax, gəl belə eləyək. 18-i biz nə edək? 5-ə bölək. 5-ə bölək. Çubuqlu bölmə kimi 5-ə bölsək, bax fikir verin. 18-i 5-ə böləndə 3 dəfə düşür, düzdürmü? 3 dəfə düşdü. 3 5-i neçə elədi? Elə də 15. 18-dən 15 çıxan neçə edir? Edir 3. İndi vergül daha doğrusu üzr istəyirəm, biraz tez atdım bura. İndi mən bura 0 əlavə eləyirəmsə, burada nə etməliyəm? Vergül atmalıyam. 30-u da 5-ə bölü neçə edir? Edir 6. 6 5-də 30 neçə elədi? Elədi 0. Deməli cavab neçə edir? 3,6. Bax bunu bu şəkildə çubuqlu bölmə ilə də yaza bilərik və yaxud da bunu mən qarşı ədəd kimi göstərə bilərəm. 18-i 5-ə böləndə 3 eləyir. Məxrəc 5 kimi qalır. 18-i deməli 5-ə böldüm. Neçə elədi? Cavab 3. Qalıq da neçə qalır? 3. 3 tam 5-də 3. İndi bunu da onluq kəsrə çevirmək üçün biz məxrəci də sürətlə də 2-yə vuraram ki, 5 vur 2 10, 3 vur 2 6 eləsən. Eləcək 3 tam 10-da 6. Gördünüz, eyni cavabı aldıq. 3 tam 10-da 6 nə deməkdir? 3 tam 10-da 6 onluq şəkildə bu şəkildə yazılır. Aydın oldu mu? Biz bu şəkildə bunu çevirdik, yazdık. İndi buradan da bir dənə başqa bir nümunəyə də baxım. Məsələn, D variantına baxaq. İndi görə bu D variantını biz necə yaza bilərik? Deməli, bizə deyir ki, 0,6-nı bu şəkildə göstər, 20-də 10 neçəsə eləməlidir. Hə, gəl belə yazaq bunu da. Bax, 0,6-nı mən belə yazacağam, tam aydın olsun. 0,6-nı bu şəkildə yazdım, 10-da 6 kimi. Bərabərdir 20-də 10 neçə. Yəni, bu kvadratın içindəsə bir rəqəm gizlənib. İndi fikir verin, yenə də bərabər kəsirdirsə, biz məxrəcləri və yaxud surətləri əlaqələndirməliyik. 10-dan 20-ni necə almışam? 2-yə vurmağa, düzdür? Deməli, 6-nı da mən nə eləməliyəm? Sürəti də nə eləməliyəm mən? 2-yə vurmalıyam. Neçə eləyəcək? 12. Deməli, bu boş rəqəmin yenə nə yazılmalıdır? 12. Deməli, 0,6 həm də 20-də 12-yə bərabərdir. Hətta bunu başqa cür, gəl hələ bir dənə yoxlayaq. Bunu gəl onluq kəsrə çevirmək istəyək elə. Hər tərəfi 2-yə bölərəm. 20-ni 2-yə bölərəm. Neçə eləyər? Eləyər 10. 12-ni 2-yə bölərəm. Neçə eləyər? 6. 10-da 6, 0,6. 0,6. Gördünüz, eyni şey alındı. Deməli, düzgün yazmışıq. İndi 4-ə baxaq. Müqayisə edin. Müqayisə edin də maraqlı çalışmalardandır. Elə bu da əslində kəsirləri çevirməyə bacaran şagird müqayisə etmək onun üçün asandır. Müqayisə etmək üçün məxrəclər eyni olmalıdır və yaxud da sürətlər eyni olmalıdır. Yəni adi kəsirləri müqayisə edərkən biz gəlin məxrəcləri eyniləşdirək. Müqayisə etmək üçün ortaq məxrəcə gətirməliyəm. Ortaq məxrəcə bilirik də, yəni məxrəclərin əkobunun tapılmasıdır. Biz əvvəlki illərdə bu dərslərə keçmişik. Baxın, 15-dən 15 var, bir də 5 var. Gəl bu 5-i 15 edək. Düzdürmü? Deyərsiniz, müəllim, bəs 15-i niyə 5 eləmisiniz? 15-i 5 eləmək üçün 15-i 3-ə bölməliyəm. Amma yuxarıda 8-i 3-ə bölə bilməyəcəm. Ona görə, amma 5-dən 15 düzəldə bilərəm. 5-i 15 eləmək üçün 3-ə vuraram. Edər 15. Yuxarıdakı 3-ü də 3-ə vuraram. Neçə eləyər? Eləyər 9. Düzdürmü? 15-də 8 böyüdü, 15-də 9. Məxrəci eyni olan kəsrlərdə sürəti böyük olan böyük olur. Deməli, bu böyükdür. Bu şəkildə. Aydın oldu. Aha, adi kəsrlərin müqayisəsinə baxdıq. Bir dənə də onluq kəsrin müqayisəsinə baxaq. Məsələn, bu onluq kəsrləri necə müqayisə edilir? Mərtəbə-mərtəbə. Birinci mərtəbə, yəni təşkil mərtəbəsi 0, 0, eyni gedir. 10-da 1 mərtəbəsi 5, 5, eyni getdi. 100-də 1 mərhələsi 4, mərtəbəsi daha doğrusu 4, 5. Vəssalam, deməli, mərtəbədə qalib gələn rəqəm böyükdür. Vəssalam. Deyərsən, müəllim, axı bu, bundan sonra gələnlər də ola bilər. Axı, məsələn, bundan sonra gələn 0, 0-dır, düzdür? Sən ilk əvvəl mərtəbəyə baxacaqsan. Müqayisə elədikcə sıra ilə mərtəbələr gedərkən ən böyük rəqəm, deməli, ədədin böyük olduğunu göstərir. Yaxşı, da burada 8, burada 0 səni aldatmasın. 8-dən əvvəlki axı ondan daha böyükdür. Məsələn, tutaq ki, belə bir nümunə deyəm. Məsələn, 18 böyükdür, yoxsa
18 bölü yoxsa 21. Əlbəttə ki 21. Çünki bunun onluq mərtəbəsi böyükdür. Nə olsun təklik mərtəbəsində 8 bunda 1-dən böyük olsun. Əslində o, yəni birinci ən sağ solda duran mərtəbəyə baxmalısan. Yaxşımı? Bu şəkildə yazdıq getdi. Aha, bir dənə də belə bir sual var. Bundan da göstərdim. Bu da fərqli tipdə. Bir dənə adi kəsr olanda, bir dənə də onluq kəsr olanda. Bunun üçün də nə etməlisən? Ya onluq kəsri adiyə çevirməlisən, ya da adını onluq kəsrə çevirməlisən. Gəl biz belə eləyək. Bu 40-da 27-ni onluq kəsrə çevirək. 40-da 27-ni onluq kəsrə çevirmək üçün hər tərəfi 4-ə bölərdim. Amma bu görsən alınmır. 27-ni nə etmək olmur? 4-ə bölmək olmur. Yəni çətindir. Onda görə biz başqa bir yoldan istifadə edək. Baxaq. Baxın şagirdlər. Bu 40-da 27-ni mən belə yazacağam. Burada yazaq və belə yazaq müqayisə edək. 40-da 27. Bir də bu nə mən 100-də 72 kimi yaza bilərəm. Fikir verin, 40-dan birbaşa 100 əmələ gətirə bilmirəm. Gəl belə eləyək. Bunların hər birinin 200-ə gətirək. Və 40-ı 200-ə gətirmək üçün 5-ə vuraram. Eləyər 200. 27-ni 5-ə vuranda neçə edir? 27-ni də 5-ə vuranda edir 135. Düzdürmü? Burada da, bəs burada mən nə edərəm? Burada 100-ü 200-ə gətirmək üçün 2-yə vuraram. Eləyər 200. 72-ni də 2-yə vuranda neçə eləyəcək? 144. Və salam, məxrəclər eynidirsə, sürət böyük olan kəsir böyük olur. Deməli, 0,72 40-27-də nə imiş? Böyük imiş. Əla. İndi gəlin baxaq, neçənci suala? 5-ci suala baxaq. Deməli, deyir, artan sırayla sıralayın. Burada nə, o birisində nə deyir? Deyir, azalan sırayla. Hətta biz birinə baxaq, sonra keçək növbəti suala. Artan sırayla eləmək üçün təbii ki, yenə də nə eləməlisən? Müqayisə eləməlisən. Müqayisə eləmək üçün də baxacaq indi. Biz diqqətlə qulaq asaq. Yaxşı, diqqətlə qulaq asaq. Və müqayisə eləmək. Artan sıra odur ki, yəni birinci ən balaca, sonra ondan böyük, sonra ondan böyük, sonra o birisi ondan da böyük. Bu şəkildə. Yaxşı, yəni 4 dənə çalışma AB, o birisi AB, bunlar eyni şeydir. Birini göstərsən başa düşəcəksiniz. Gəlin baxaq. 0,64, 4-də 3, 0,48. Və 1-1 bura köçürdürəm. 0,64, 4-də 3, 0,48, bir də 5-də 4. Gəl belə eləyək. 4-də 3 ilə 5-də 4-i onluq kəsrə gətirək. Yaxşı, bu 4-də 3-ü onluq kəsr kimi necə yazaram? 4-dən 10 yarada bilmirik, 100 yarada bilərik. 4-ü 25-ə vuraram, neçə edər? Edər 100. 3-ü 25-ə vuraram, neçə eləyər? 75. Burada 5-dən 10 düzəldə bilirəm. 2-yə vururam 10. 4-ü 2-yə vuranda neçə edir? Edir 8. Necə bunlar bir daha yazaq? 0,64. Bu olacaq neçə? 0,75. O 0,48 olduğu kimi qalır. Bu da neçə eləyəcək? 0,8. İndi müqayisə edirəm. Vergüldən sonra gələn ən böyük rəqəm hansındadır? Bax, 0,8-də. Bəs ən balaca hansındadır? 0,48-də. Bizə deyir artan sırayla. Birinci, deməli, nə etməliyəm? 0,48-i yazıram. Sonra 4-dür. Sonra gəlir 0,64. 6 gəldi axı. Sonra gəlir 0,75. Axı 7 gəldi vergüldən sonra. Dedim axı müqayisə eləyəndə vergüldən sonrakılara baxırıq. Birinci tama baxırıq. 4-ün də tamı 0-dır. Sonra onda bir də mərtəbələrə baxırıq. Yəni vergüldən sonraki ilk rəqəm. Sonra gəlir 0,8. Artan sırayla düzdüm. Desəydi azalan sıranın da birinci 0,8-i, sonra 175, sonra 164, sonra 148-i yazardım. Bax, bu şəkildə artan sıra bu deməkdir. Digərləri də bunun kimidir. Müqayisə et, yaz. Vəssalam. 5-ci çalışmada getdin, keçirəm 6-cı çalışmaya baxaq. İfadənin qiymətini hesabla. Burada da neçə 4 dənə çalışma var. İkisinə baxarıq inşallah. Neynək? Deməli, nə edirəm? Baxıram. İfadənin qiymətini hesablamaq üçün birinci nəyə baxmalıyam? Mən mötərizənin içərisinə baxmalıyam. Yaxşı, A bəndinə baxırıq. Mötərizənin içərisinə, yəni 2,4, A bəndini köçürdək, 2,4 vurulsun. 8-də 3 çıxılsın, 4-də 1. Düzdürmü? Birinci nə etməliyəm? Mötərizənin içərisindəkini həll etməliyəm. Gəl həll edəyəm mötərizənin daxilini. Ortaq məxrəc gətirəcəm. 8-də 3 yazıram. Bu keçən illər bunların hər birini keçmişik. 4-də 1-i ortaq məxrəc gətirmək üçün 8-ə gətirmək üçün 4-ü 2-yə vuraram. Neçə edər? 8. 1-i də 2-yə vuraram. Neçə edər? Edər 2. Demək 8-də 3 çıx 8-də 2. Cavab nəyə bərabərdir? 8-də 1-ə. Düzdürmü? İndi biz nə edəcəm? Mötərizənin içərisi 8-də 1-ə bərabərdir. 2,4-ü 8-də 1-ə nə edəcəm? Vuracam. Gəl vuraq. 2,4-ü vurulsun 8-də 1. İndi yadımıza salaq. Biz onluq kəsrə, adi kəsrə necə vururduq? Ya hər ikisini onluq kəsrə çevirək, ya da hər ikisini adi kəsrə çevirək.
Gəl belə eləyək. Biz bunu necə edək? 2,4-ü adi kəsr kimi göstərək. Yaxşımı? 2,4 bax belədir. Bunun bərabərliyi buradan yazıram. Yazıram 2,4 vurulsun 8-də 1. Bu daha rahat olacaq. İndi 2,4-ü düzgün olmayan kəsrə çevirək. Axı qarşı ədədə adi kəsr varanda o şəkildə eləməliyik. Düzgün olmayan kəsrə çevirmək üçün 10-da 10 vur 2 20 üstə gəl 4 24. Qarşı ədədini düzgün olmayan kəsrə çevirəcəyik. Məxrəc olduğu kimi qalır. Məxrəci tama vururum, üstünə də sürətə gəlirəm. Eləyəcək 10-da 24 vurulsun 8-də 1. Vurmadısa çarpaz ixtisar apara bilərəm. Hər tərəf 24 ilə 8-i bölürəm. 8-i 8-ə böləndə 1, 24-ü 8-ə böləndə eləyəcək 3. İndi yuxarıda sürətdə 3-ü 1-ə vuranda 3, 10-u 1-ə vuranda neçə eləyir? 10. 10-da 3, yəni 0,3. Cavabı tapdıq. Görün nə qədər sadələşdirə bildik. Cavab 0,3. Videonu saxlayıb, yəni məsələni dəftərə köçürdə bilərsiniz. Köçürmək deyəndə, yəni dəftərdə qayda dəftərə köçür, üzərində məşq elə, öyrənmək üçün. Biraz daha fərqlərinə baxaq. Məsələn, mən fikirləşirəm ki, C bəndi daha münasib olar, daha çətin görünür. Ona görə onu izah edeyim sizə. Aha, görək həmin sualdır, da bu düzdürmü? Və 6-cı sualdır. C bəndinə baxaq. 20-də 17 çıxılsın 0,6. Birinci onu yazmaq üçün, birinci bu mötərizənin içərisini həll edirəm. Yazıram 20-də 17 çıxılsın 0,6. Onun da altında belə yazdım, düzdürmü? İndi bundan bunu çıxmaq üçün nə edəcəm? 20-də 17 olduğu kimi qalacaq. Bu 10-u 20-yə gətirmək üçün 2-yə vururam. 6-nı da 2-yə vururam, neçə eləyəcək? 12. Bu da edəcək 20-də 5. Düzdürmü şagirdlər? 20-də 5 elədi. Demək, birinci mötərizənin daxilindəki ifadənin qiyməti 20-də 5-dir. İndi ikinci mötərizəyə baxıram. Yazıram 4,2. Mən bunu bu şəkildə yazdım. 4,2. Üstə gəl 5-də 3. Aha, burada elə bu 10-da 2 ilə 5-də 3-ü toplayıb 4-ü də üstünə gələ bilərsiniz və yaxud bayaq öyrətdiyim qayda ilə də o şəkildə edə bilərsiniz. Gəlin elə qarşı ədədə çevirək, düzgün olmayan kəsrə çevirək. Edəcək 10-da 42 üstə gəlinsin 5-də 3. 10-da 42 olduğu kimi qalır. Üstə gəlinsin 5-də 3. 5-i 10-a gətirmək üçün 2-yə vururam. 3-ü də 2-yə vurmalıyam mən. Axı 5-i 2-yə vurdum, 3-ü də 2-yə vurdum, eləyəcək 6. Bu da eləyəcək 10-da 48. Yaxşı. Demək, bunun da cavabı nəyə bərabər imiş? 10-da 48-ə bərabər imiş. İndi bunu buna vuraq. Elə bu misalın üstündə göstərirəm. Bunu buna vurmaq üçün, bax bir dəqiqə gözlə, bunu biraz yuxarıya qaldıraq. Aha. Burada yazım ki, çünki biraz ixtisar qarışdırar, orada qarışıqlıq yaranmasın deyə. 10-da 48 kimi yazdım, düzdürmü? Bu 5 ilə 10-u ixtisar aparsam, 5-i 5-ə böləndə 1, 10-u 5-ə böləndə 2, düzdürmü? Bu 2 ilə də 48-i ixtisar aparacam. 2-ni 2-yə böləndə 1, 48-i də 2-yə böləndə neçə edəcək? Edəcək 24. Deməli, indi biraz yazım, sonra yenə ixtisar apararam. Aşağıda qaldı 20, yuxarıda qaldı 24. Hər tərəfi yenə də 2-yə bölək. 24-ü 2-yə böləndə neçə eləyəcək? Edəcək 12, 24-ü 2-yə bölündə 12, 20-ni də 2-yə bölündə neçə eləyəcək? Eləyəcək 10. Qaldı 10-da 2. Da, indi bunu da, mən cavabı da gəlin 10-luq kəsr kimi yazaq da. 10-da 12 o deməkdir ki, 2 tam, daha doğrusu 1 tam, 1 tam. 10-da 2. 12-ni 10-a böldüm. 1, məxrəc olduğu kimi qalır. Qalığı da sürətdə yazıram. 1 tam 10-da 2. Bu da belə yazılacaq. 1 tam 10-da 2. Vəssalam, bu şəkildə yazdıq və tamamladıq. Uşaqlar, indi keçirik neçənci suala? 7-ci suala. Dəyişənlərin verilmiş qiymətlərində ifadələrin qiymətini hesablayın. Yəni, dəyişən nədir? Yəni, x, düzdürmü? Yəni, x-in yerinə bir dəfə, hər dəfə, bu, məsələn, mənfi 3-ü, mənfi 7-ni, 1.5 qoyub yerinə yazacaqsan. Məsələn, mənfi 3 qoyuram. 2-ni mənfi 3-ə vuranda neçə eləyəcək? Yəni, 2 vurulsun, mənfi 3, üstə gəlinsin 6. 2-ni mənfi 3-ə vuranda eləyir mənfi 6, üstə gəl 6. Bu da bərabərdir 0-a. Mənfi 6 üstə gəl 6 bərabərdir 0-a. Düzdürmü? Bu şəkildə yaza bilərik. Məsələn, burada C variantına baxaq. Məsələn, A mənfi 2, B mənfi 9 olacaq. Yazıram. 4 vurulsun. A-nın yerinə yazıram mənfi 2. Çıxılsın. B-nin də yerinə mənfi 9. Yəni, demək ya, müəllim, axı, qabağında çıxma vardı. Xeyr, o çıxma misalda adi bir mənfi işarəsidir. Sadəcə, burada B-nin əvəzində mənfi 9 yazıram. Yaxşı. Bax, bunu qarışdırmayaq. Bərabərdir. Bax, yazıram bərabərdir. İndi deyin görün mənə. 4-ü mənfi 2 necə eləyir? Mənfi 8.
Biri müsbət, biri mənfi olanda cavab mənfi eləyəcək. İndi fikir verin, burada mənfi ilə mənfi yanaşı gəlir. Yəni elə bilin ki, bunun qabağında 1 var da. Mənfi 1-i mənfi 9-a vuran neçə eləyir? Müsbət 9. Bu eləyir müsbət 9. İndi baxaq. Mənfi 8 üstəgəl 9. Bax, bunun keçən dərslərimizdə də mən sizə ən doğru dildə, ən asan qaydasını deyirəm sizə. Böyük ədəddən kiçik ədədə çıxırıq. Modullarına baxaq. Bax, 8, mənfi 8 üstəgəl 9. Düzdürmü? İşarələr fərqlidir. Böyükdən kiçiyi çıxıram, 9-dan 8-ə çıxıram, eləyir 1. Böyüyün işarəsini yazıram. Böyük hansı idi? 9. Yəni modulu böyük olandan söhbət gedir. Yəni müsbət 1 də müsbət də yazılmır. Cavab eləyir 1. Yaxşı, sualın cavabı C variantında bu sualın cavabı 1 etdi. Aydın oldu mu? Vəssalam. İndi keçirəm 8-ci çalışmanın izahına. Görə 8-ci çalışmada bizə nə deyir? Deyir, gəl A-ya baxaq. İlk buradan ikisinə baxarıq. 4,5 santimetrin 9'da 4 hissəsini tapın. Bax uşaqlar, bunu biz santimetrlə də ifadə edə bilərik. Məsələn, neçə santimetrdir, o şəkildə də yaza bilərik. Gəl belə eləyək. Biz 4,5 santimetri birinci çevirək millimetrə. Biz bilirik ki, 1 santimetr 10 millimetrdir. Düzdürmü? 4,5 santimetrdə millimetrə çevirmək üçün mən 10'a vuraram. 4,5 vurulsun 10. Bu da neçə eləyir? Eləyir 45 millimetr. Yaxşımı? İndi 45 millimetrin 9'da 4 hissəsini tapaq. Yaxşı, 9'da 4 hissəsini tapaq. Əslində belə də yaza bilərik, millimetrə çevirməklə də. Amma eləcə birbaşa yaxşı ki, belə yazmayaq. Bunu silirəm, uzun gedər bu. Elə adicə yazaq. 4,5 santimetrin 9'da 4 hissəsini tapaq. Elə 4,5'i hissə göstərən ədədə 9'da 4'ə nə edəcəm? Vuracam. Bu şəkildə də yazaq. Yaxşı, bəslən, millimetrə çevirmək ehtiyac. Çünki bizdən cavabı millimetr istəmir axı. Santimetr isə santimetr kimi göstərməliyik. Əvvəlcə uzun getdi, onu yəni görməmiz deyilən gələk. 4,5'i 9'a 4'ə vuracam. Yenə də onluq kəsri adi kəsrə vurarkən, gəl bu adini onluğu adi kəsrə çevirək. Bu eləyir 4,5 vurulsun 9'da 4 bərabərdir. Bu da eləyəcək neçə? 10'da 4'ə 10'a vurursa 5 gəl 45 eləyəcək. Vurulsun 9'da 4'ə. Düz, əla. İndi burada isə mən belə yazacağam. Deməli, 45 ilə 9. Bunu 9'u 9'a böləndə 1, 45'i 9'a böləndə 5. Bu 5 ilə də 10'u ixtisar aparıram. Qoy davamı yazım sonra çaşmayasınız deyə. Aşağıda qaldı 10, yuxarıda da belə bir şey qalıb. 5 vur 4. Bu 5 ilə də 10'u ixtisar aparıram. 5'i 5'ə böləndə 1, 10'u 5'ə böləndə 2. Cavab qalır 2'də 4. Bunların da hər birinin 2'yə ixtisar aparsam, 2'ni 2'yə böləndə 1, 4'ü 2'yə böləndə neçə eləyir? Eləyir 2. Yəni 1'də 2, yəni elə cavab 2. Vəssalam, yəni deməli 4,5 santimetrin 9'da 4 hissəsi 2 santimetrə bərabər imiş. İndi D variantına baxaq. 0,8 hissəsi 1,54 litr olan qabın tutumu. Yəni qabın tutumu nə qədərdir? Deməli uşaqlar, bu fikir verin. Bax, A və B-də ədədin hissəsini tapacaq. C və D-də isə hissəsinə görə ədəd tapacaq. Hissəsinə görə ədədə taparkən hissə göstərən ədədə bölmək lazımdır. Yaxşı, məsələn, bax, yenə deyirəm. Fikir verin, elə bil sizə deyirəm ki, 10'un 5'də 2'sini tap. 10'un 5'də 2'sini tapanda nə edərsən? 10'u 5'də 2'yə vurarsan, cavab eləyər 4. Bir də var, deyirəm ki, 5'də 2 hissəsi 10 olan ədədə tap. 5'də 2 hissəsi 10 olan ədədə tap. Hissə göstərən ədədə bölərəm. 10 bölünsün 5'də 2, bu da bərabərdir 10 vurulsun 2'də 5, bu da bərabərdir 25'ə. Yaxşı, ixtisar apardım da. Yəni, biz ədədin hissəsini taparkən, hissə göstərən ədədə vururuq, amma hissəsinə görə ədədə taparkən, hissəsinə görə ədədə tapıram. Görsən, deyir 0,8 hissəsi 1,5, 1,5'də 4 olan qabın tutumunu tap. Yəni, hissəsinə görə ədədin özünü tap. Deməli, mən ədədə hissə göstərən ədədə nə edəcəm? Böləcəm. Yəni, 1,5'də 4'ü, 1,5'də 4'ü birbaşa burada yazıram. 1,5'də 4'ü böləcəm 0,8'ə, yəni 10,8'ə. Bu şəkildə yazdım. Yaxşı, aha, baxaq. 1,5'də 4, bu da eləyəcək 5'də 9 vurulsun. 10 böləndə nə edirdi? İkinci kəsir tərsinə çevrilirdi. 10'da 8. 8'də 10 daha doğrusu. Yaxşımı? Əla. 5 birin 5, o da 4, 9. Aha, indi bunu ixtisar aparaq. Bunu buna
böləndə 5-i 5-ə böləndə 1, 10-u 5-ə böləndə 2. Bu 2 ilə də bu 8 gedir. Burada qalır 1, burada qalır 4. Cavab eləyəcək neçə? 4-də 9. Vəssalam. 4-də 9 eləyir. Yaxşımı? İstəsəz yoxlaya bilərsiniz. Görə həqiqətən 4-də 9-un 0.8-i 1,5-4 eləyir. Gəl yoxlayaq. 4-də 9-u vururam 0.8-ə. Bununla bu gedir. Burada qalır 2. 2 9-un yuxarıda qalır 18. Düzdürmü? 4 9 idi də o. Düz. Aha. 4 9 0.8. Aha. Aşağıda da nə qalır? Uşaqlar, deməli aşağıda da qalır 10. 18-i də 2-yə ixtisar aparsam neçə eləyər? 5-də 9, düzdürmü? 5-də 9, 5-də 9 da həqiqətən də qarşıya da çevirəndə neçə eləyər? 1,5-də 4. Gördünüz? Yəni eyni şey alındı. Əla. Deməli düzgün cavabı tapdıq biz. Sualın cavabı 4-də 9-dur ya. Yəni onu deyim. Biz sadəcə yoxlamaq üçün elədik. Cavab 4-də 9-dur. Nəysə, də bunlar təkrar olduğuna görə çox üstündə qalmıram da. Yəni elə qısa izahlarla yadınıza salmağa çalışıram. Tənliyi həll edin. Tənlikdən də 3 dənədirsə, birini həll edərik. Gəlin biz B variantını həll edək. B variantına baxaq. Ortancıl, yəni səviyyəsi də yəqin ki, orta səviyyədə olar. Diqqətlə qulaq asaq. B variantını. Deməli, mən bu şəkildə baxıram. 3 vurulsun. 6x plus 7 bərabərdir -15-ə. Bax, şagirdlər, deməli, burada müxtəlif üsullardan biz istifadə edə bilərik. Müxtəlif cür üsullardan istifadə edə bilərik. Gəlin belə eləyək. Ən sadə yolla, hələ siz 7-ci sinif olduğunuza görə ən sadə yolla belə gedə bilərik. Vurmanın paylama qanununa əsasən mötərizənin daxili, xaricində olan ədədi daxilindəki hər bir ədədə vuraq. 3-ü 6-ya vuranda 6x vuran neçə edəcək? 18x. Üstə gəldi. 3 7 neçə eləyir? Eləyir 21. Bərabərdir -15-ə. Düzdürmü? 18x-i mən burada saxlayıram. Bu müsbət 21-i bərabərliyin digər tərəfinə keçirdirəm. -15-in yanına. Biz bilirik ki, ədəd bərabərliyin digər tərəfinə keçərkən qarşısındakı işarəsinin əksinə dəyişir. 21-in qarşısında hansı işarə var? Müsbət işarəsi. Deməli, qarşıya keçəndə olacaq 21, -21. 18x olduğu kimi qalır. Baxın, işarələr eynidirsə, biz necə demişdik? Məsələn də tam ədədləri toplayıb çıxarkən bu belə bir şey demişik də. 15 ilə 21-in biz nə edəcək? Toplayacağıq. Neçə edəcək? Edəcək 36. Ortaq işarəni yazacağam. Mənfi. İşarələr eyni olarsa topla, ortaq işarəni yaz. Ən qısa qayda budur. Ən sadə də, yəni ən doğru dildə, ən asan başa düşülən dil budur. Sonra mən x-i necə taparam? Natamam vurğu tapmaq üçün hasılı digər vurğa bölərəm. -36 bölünsün 18-ə. Buradan da x nəyə bərabərdir? -36-ın 18-ə bölünür neçə edir? -2. Biri müsbətdir, biri mənfidir. Deməli, cavab elədir -2. Vəssalam, bu qədər sadə. Aha, əla. Deməli, bunu yazdıq. İndi biz keçirik neçəyə? 10-cu suala, 10-cu çalışmamıza. 10-cu çalışmamıza da baxaq, görə bizə nə deyir? Davamı var bunun. Davamı heç bir şəkildə. Deməli, deyək ki, saat 12:00-da havanın temperaturu 3 idi və yazıram. 12:00-da havanın temperaturu 3 dərəcə Selsi idi. 3 dərəcə. Yaxşımı? 3 dərəcədir. Bu vaxtdan etibarən axşama doğru temperatur hər saatda 2 dərəcə azalmağa başladı. 2 dərəcə azalmağa başladı. Saat 14:00-da temperatur neçə dərəcə oldu? İkinci sual. Saat neçədə havanın temperaturu -5 dərəcə oldu? Gəl baxaq. Diqqətlə baxın. Uşaqlar, diqqətlə baxaq. Hər saat artdıqca nə olur? Hər saat artdıqca 2 dərəcə azalır. Yaxşı. İndi gəl baxaq. Bizə deyir saat 14:00-da neçə dərəcə olar? 14:00-da neçə dərəcə olur? Gəlin baxaq. 14:00-dan 12:00 arasındakı fərq neçə saatdır? 2 saat. Düzdürmü? 2 saat. Biz deyirik ki, hər saatda 2 dərəcə azalır. 2 saat neçə dərəcə azalar? Bunu da vuraq 2-yə də. Deməli 4 dərəcə. Hər saatda 2 dərəcə azalırsa 2 saatda 4 dərəcə azalacaq. Deməli, temperatur 3 dərəcədirsə 4 dərəcədə aşağı düşəcək. Yəni 3-dən çıxacam 4-ə. 3-dən 4-ə çıxan neçə eləyəcək? Eləyəcək -1. Vəssalam, bu qədər sadə. Deməli neçə dərəcə oldu? -1 dərəcə oldu. Aydındır? Aha, indi ikinciyə baxıram. Deyir, saat neçədə havanın temperaturu -5 dərəcə olar. Gəl baxaq, bu fərz elə 12:00-dır. İndi
neçə saatsa keçəcəksə yeni bir saat yaranacaq. Biz də o saat axtarırıq. 12:00-da 3 dərəcədir. Bəs həmin saatda neçə dərəcə olacaq? -5 dərəcə olacaq. İndi isə biz saatların fərqini yox, dərəcələrin fərqinə baxaq. 3 ilə -5 arasında neçə dərəcə fərq var? Yəni fərqini tapaq da. 3 ilə -5-in fərqini. 3 çıxılsın -5. Düzdürmü? Bərabərdir. 3-dən -5 çıxanda bu mənfi ilə mənfi yanaşı gəldiyinə görə müsbətə çevrilir. Mənfi ilə mənfiyə yanaşı gələndə bunu elə belə fikirləşin də. Bunun qabağında bir dənə -1 var. -1-i -5-ə vuranda nə edir? Müsbət 5. Yəni 3 üstə gəl 5. Bərabərdir 8-ə. Deməli, bunların arasındakı fərq neçədir? 8 saat dövrə 8 dərəcə fərq var. Mən bilirəm ki, hər saatda 2 dərəcə azalır. İndi fikir ver. Hər saatda 2 dərəcə azalırsa, 8 dərəcə azalmaq üçün neçə saat lazımdır? Təbii ki, nə edərəm mən? 8-i 2-yə bölərəm. Cavab eləyir 4. Deməli, aralarında 4 saat fərq var. Yaxşı mı? Aralarında 4 saat fərq var. Yəni 12-nin üstü 4 saat gəlin neçə edir? 12-nin üstü 4 gəlin neçə edəcək? 16:00. Deməli 16:00-da -5 dərəcə oldu. Bu da maraqlı bir sual idi həqiqətən də. Deməli 11-ci suala baxaq. 11-ci sualda bizə nə deyir? Deyir, hibrid avtomobilin çən tutumu 50 litrdir. 50 litrdir. Aha, diqqətlə qulaq asaq, diqqətlə qulaq asaq. Bunu da mən yönləndirmə edəcəm, özünüz tapacaqsınız inşallah. Hibrid avtomobilin çəninin tutumu 50 litrdir. Aha, hibrid nə deməkdir? Hibrid yəni qarışıq. İngilis dilindən də gəlib bu söz dilimizə, yəni qarışıq mənasını verir. Yəni hibrid həm benzinlə işləyir, yanacaqla işləyir, həm də elektrik mühərriki olan bir avtomobildir. Bu çəninin tutumu 50 litrdir. Yaxşı, 50 litr bunun çəninin tutumu var. Yəni yanacağı 50 litr tutur. O hər 100 kilometr yola 4,8 litr. Heç burada elektron mühərrikdən istifadə olunmur. Yəni o məsələ heç ona aidiyyəti yoxdursa da avtomobilin nə olduğunu sizə izah edim. Deməli 50 litr tutumu var. Hər 100 kilometr yola 4,8 litr yanacaq sərf edir. Aha, əla. Diqqətlə qulaq asın. Deməli 100 kilometrə 4,8 litr yanacaq sərf edir. Çənində 50 litr tutur. Deyir, çəninin 25-də 3 hissəsi dolu olarsa, avtomobil bu yanacaqla nə qədər məsafə qət edir? Gəl baxaq. Birinci mötərizəni saxla, daha doğrusu videonu saxla, özün bir dənə tap. 50 litr tutursa, yəni çənin 50 litr 100% tutumu var. Bunun 25-də 3-ü doludur. Deməli, çəndə neçə litr var? Gəl baxaq. 50-nin 25-də 3-ünü tapacam. Bunu mən nə edirəm? Bax, görsən, ədədin hissəsini tapıram. Bunu vuranda biz 50-nin məxrəcində bir dənə 1 kimi görə bilərik. 25 ilə 50 ixtisar gedər. Burada qalar 2. Burada da 1 qalar. 1-i 1-ə vuranda 1, 2-ni 3-ə vuranda neçə eləyər? Eləyər 6. Yaxşı. Cavab eləyəcək deməli 6. 25-də 3 hissəsi. Yaxşımı? 6 litr deməli yanacaq var. Bax, çəndə 6 litr yanacaq var. Aydın oldu mu? 50-ni 25-ə böldüm elədi. 2, 2-ni sonra elə 6. 6 litr bunun həcmi varsa, çəni varsa, bəs 100 kilometrə 4,8 litr sərf eləyərsə, bəs 6 litrə nə qədər yol gedər? İndi bunun da mən kömək edəcəm, həllini özü tapacaqsınız. Tənasüblə tapmağı bilirsiniz özünüz. Yazırsınız 100 kilometrə, bax tənasüb keçmişdik axı biz. 100 kilometrə düz mütənasib asılıq var. 100 kilometrə nə qədər? 4,8 litr yandırır. Bəs 6 litrə, bax litrin altında, kilometrin altında. 6 litrə nə qədər yandırar? Daha doğrusu nə qədər yol gedər? X kilometr yol gedər. İndi bu düz mütənasib bir asılılıqdır. Bunu siz özünüz hesablayıb cavabını yazacaqsınız. Yadınızda keçən illərdə biz keçmişdik. Yəni belə bir misal məsələ həll etmişdik. Düz mütənasib asılılığa aid. Məsələn, tutaq ki, mən başqa bir misalla nümunə sizə xatırladıram. Məsələn, tutaq ki, 10 dənə kitab, məsələn, 5 manatdırsa, 21 dənə kitab neçə manat olar? Düz mütənasibdir. Bunu biz çarpaz vururduq. Onu vururdum x-a, 5-i vururdum 20-yə. Eləyirdi 100. X də bərabərdir 100 bölü 10 eləyir 10.
Yəni bu şəkildə bax istifadə eləməklə 100-ü 6-ya vuracaqsınız, bərabər eləyəcəksiniz 4,8 vur x-a. Oradan da tənliyi həll edib tapacaqsınız özünüz. Mən cavabı özüm demirəm ki, köçürtməyəsiniz. Hazıra vərdiş verməyəsiniz. Məsələnin həllini göstərdim, tapın, həll eləyin. Bu günlük bu qədər. Sağ olun.